Hər birinizə salam dostlar. Videonun başlığından da gördüyünüz kimi bugün dünən paylaşdığım dəstək videosunun part 2 hissəsini çəkirəm və bu videoda əsasən Azərbaycan dili və ədəbiyyatdan sizlərə məsləhət verməyə çalışacağam. Zəhmət olmasa kanala abunə olmağı, like atmağı unutmayın, çünki mənim də motivasiyam buradan qaynaqlanır. Deməli, Azərbaycan dilindən və ədəbiyyatdan gözlədiyim suallar, eyni zamanda mövzuları sizlərlə bölüşürəm. Başlayırıq birinci Azərbaycan dilindən. Azərbaycan dilindən sizə verməli olduğum ən birinci məsləhət bunlardır. Yəni, həqiqətən bunlardan başqa bir şey bilmirəm. Uşaqlar, bu 3-4 gün qalmış, hazırda bugün ayın 2-sidir və ayın 6-sı imtahandır. Bir gün qalmışı nəzərdə tutsaq, imtahanınıza 3 gün qalıb və bu 3 gün ərzində həqiqətən əgər siz nəticənizi artırmaq istəyirsinizsə, gedin bu iki test topusunu, bu iki hissəni suallarını işləyin. Həqiqətən gedin bu iki hissəni tamamilə bitirin. Yəni, ola bilər deyirsiniz, vaxtım yoxdur. Niyə yoxdur? Birincisi 3 gün qalıb. Yəni, burada bu dediyimi dəyərləndirə bilərsiniz məncə. Narahat olmayın, çatdırarsınız. Bir gün yatmasanız bunları çatdırıb, yəni yazıb çatdıra bilərsiniz. Yəni, çətin bir şey deyil və bir 3-cü qrup tələbəsi olaraq siz 3-cü qrupu seçmişsinizsə, deməli, siz Azərbaycan dilini, tarixi yaxşı bilirsiniz ki, bu fənlərə ən azından güvənəcəyiniz var. Ən azından bu fənlərdə savadınız var. Yəni, özünüzü qorxutmayın ki, yaza bilmərəm, çatdıra bilmərəm. Çatdırarsınız. İnsan evladının bu həyatda eləyə bilməyəcəyi şey yoxdur. Yox, əgər desəniz heç cürə alınmır, onda bu dediyim üsulu həyata keçirin. B variantı yoxdur. Daha doğrusu B variantı buydu, C variantı yoxdur. Tutaq ki, nitq hissələrinin morfoloji xüsusiyyətləri. Yəni, buradan 100% sualınız var. 153 dənə testi, gedin bunun neçəsini işləyin, 70 dənəsini işləyin, 70-dən 153-ə qədər işləyin. Yəni, testin tamamilə bitirə bilməsəniz belə, 70-dən 153-ə işləyin. Sonra, söz birləşmələri. Söz birləşmələri bəhsində neçə sual var? 46 dənə sual var. Gedin 23 dənəsini işləyin, 23-dən 46-ya işləyin. Yəni, başqa bir məsləhət vermək istəmirəm. 23-46 arası bunları işləyin. Yəni, əgər tamamilə çatdıra bilməyəcəyinizi düşünürsünüzsə, gedin bunları işləyin və işləyəcəyiniz suallar imtahana düşəcəyini 100% deyirəm sizə. Yəni, bunu əminliklə deyirəm. İndi bir neçə dənə sual nümunələri göstərmək istəyirəm, hansı ki, imtahana 100% gözləyirəm bu sualları. 34-cü sual. İmtahana 100% düşmə ehtimalı var. 100%, hətta ehtimal demək 100% düşmə qarantiyası var. Birincisi, burada uşaqdan ardıcıllığı düzə bilməyini soruşur. İkincisi, nitq hissələrini tanıyıb tanımadığını soruşur. Üçüncüsü, dadənin işlənmə məqamını soruşur. Bir tələbə bilməlidir ki, dadə, bağlayıcı, ədat eyni zamanda ismin yerli hal şəkilçisi kimi işlənilə bilər. Deməli, yerli hal olanda bitişik yazılır, bağlayıcı olanda, ədat olanda ayrı yazılır. Sıralama intonasiyası olanda əli də, vəli də, sən də, mən də, bu tipli olanda, sıralama olanda bağlayıcıdır. Yox, cümlənin axırında gələndə, eyni zamanda cümlədən çıxaranda mənası dəyişməyəndə ədatdır. Eyni zamanda dadəni dana ilə əvəz eləyəndə oxu dana ilə əvəz edəndə, yəni nümunə olaraq da göstərirəm, algılamanız yerinə gəlsin deyə. Bu şəkildə olanda bu olur ədat. Ədatı cümlədən çıxaranda heç bir məna dəyişikliyi baş vermir. Keçid edirik sualın izahına. Çiy ətdən nənə də bezardır, bala da. O da, bu da, nənə də, bala da. Sadalama intonasiyası varsa bağlayıcıdır. Çərçi başındakını da satar. Əlindəkini də, yerdəkini də, başındakını da satar. Bağlayıcı. Artıq 2 bağlayıcı gəlir, deməli cavabımız A variantıdır. Digərlərinə tələbənin baxmağa ehtiyacı yoxdur. Üçüncü cümlə. Bu məsələ onu heç maraqlandırmır da. Mən dedim ki, əgər cümlə daxilində dadəni çıxara biliriksə, bu məsələ onu heç maraqlandırmır. Çıxara biliriksə, o zaman bu ədatdır. Digər cümlə. Onun da adı siyahıda var idi. Əlinin də, Vəlinin də, Nəzrinin də, Ayselin də, onun da adı siyahıda vardı. Yenə doğru bağlayıcı. Cavabımız A variantı. Keçid edirik 29-cu sual. İmtahan sualı ola bilər. Şəxsə görə növləri hansı sırada doğru göstərilmişdir? Cümlənin şəxsə görə növlərini birincisi tələbə bilməlidir. Davam edirik. Hər yerdə bu məsələdən geniş şəkildə danışırdılar. Nə edirdilər? Danışırdılar. Kim danışırdı? Onlar. Onları beynimizdə gətirə bilirik. Amma biz bilirik ki, onlar olan cümlə qeyri-müəyyən şəxsə aiddir. Kimin danışdığını bilmirik. Onun üçün bu olur qeyri-müəyyən şəxsli cümlə. Davam edirik. Hər yerdə bu məsələdən geniş şəkildə danışılır. Nə edilir? Danışılır. Nədən? Məsələdən. Harada? Hər yerdə. Deməli, bu artıq olur şəxssiz növ. Çünki biz bunun mübtədasını qoya bilmirik. Mübtədasını qoya bilmədiyimiz cümlələr də olur şəxssiz növdə. Deməli, birinci cümləmiz olur qeyri-müəyyən şəxsdir. İkinci cümləmiz isə olur
Şəxsiz. Cavabımız B variantı. 33-cü sual, imtahan sualı. Hansı cümlənin xəbəri ismi birləşməli ifadə olmuşdur? Birincisi, tələbə xəbəri bilməlidir. Xəbər nə olduğunu, cümlənin axırında gəldiyini, əgər əvvəldə gəlirsə, inversiya baş verdiyini, eyni zamanda ifadə olunmuşdur demək, yəni ki, xəbər nədir? Cümlədə nədir? Bizdən də burada söz birləşməsi olan variantı soruşur. Ovçu bu yerləri yaxşı tanıyırdı. Nə edirdi? Tanıyırdı. Burada xəbər tanıyırdı. Yəni ki, bir sözlü ifadə olunub. Söz birləşməsində iki və ya daha artıq sözlü ifadə olunan sözlərə deyilir. A variantı deyil. Borcumuz onu səhv yoldan çəkindirməkdir. Nə etməkdir? Çəkindirməkdir. Nədən? Nədən? Səhv yoldan. Burada da yenə xəbərimiz söz birləşməsi ilə ifadə olunmayıb. C variantı. Gədəbəyin hər yerindən baxanda qanlı dağ görünür. Görünür nə? Dağ, hansı dağ? Qanlı dağ. Yenə də burada sözlü ifadə olunub. D variantı. Yer adları tarixin yaddaş kitabıdır. Tarixin yaddaş kitabıdır. Nə? Yer adlarımız. Baxın. Tarixin yaddaş kitabı. Tarixin kitabı. Əslində bu üçüncü növ təyini söz birləşməsidir. Üçüncü növ təyini söz birləşməsinin arasında söz girib. Tarixin yaddaş kitabıdır. Nə? Yer adları. Bu cümlə bir mübtəda, bir xəbərdən ibarətdir. Cavabımız D variantı. İndi isə biraz ədəbiyyata baxaq. Ədəbiyyatdan hansı mövzular düşə bilər? Bu haqda danışaq, onu analiz edək. Gördüyünüz kimi burada təxmini 16 dənə falan mövzu seçmişəm. Bu mövzular imtahana, yəni ki 90% gözləyirəm ki, düşər. Və belə bir şey deyim ki, gedin ədəbiyyatı yaxşı yazmaq istəyirsinizsə, sizə düşən mövzuların, məsələn, bir yazıçının yaradıcılığından bir dənə əsər düşüb, hansı ki, məşhur iki əsərini oxuyuruq. Məsələn, Hüseyn Caviddən Ana və İblis. İblis düşübsə, gedin ana əsərini oxuyun. Yəni, onun düşmə ehtimalı 90%-dir. Yəni, ehtimalla danışaq. Plus, həmin əsərin bir də düşmə ehtimalı var, İblis əsərinin. Yəni, iri həcmli əsərlər ümumiyyətcə düşmə ehtimalı böyükdür. Gördüyünüz kimi, burada bədii təsvir ifadə vasitələri, bundan hər zaman 1-2 dənə sual düşür. 2 dənə sual, 1 dənə sual 100% var. Onun üçün gedib siz bunu bir dənə təkrarlayarsınız. Yenə də burada bir şeir formasında düşə bilər və onu deyim ki, bədii təsvir və ifadə vasitələrinin sualı test topusundakı sualın, yəni test topusundakı sualı gətirib ora salırlar. Yəni o sualı gətirib qoyurlar ora. Yəni gedib test topusunda bədii təsvir vasitələrini işləsəniz, onu 100% tapa bilərsiniz və fikrimcə bu dəfə şeir üzərində yox, amma ki onların təriflərini, qaydalarını verən bir test salacaqlarını, tutaq ki, təşbeh nə deməkdir? Yəni o haqda bir sual, metonimiya nə deməkdir? O haqda bir sual. Belə bir sual sala bilərlər. Sonra gələcək gün, bu da yenə məşhur əsərdir, Cənubi Azərbaycan haqqında. Bunu da mütləq oxuyun. Türkün dili Şəhriyarın yaradıcılığından əkinçi düşmüşdü. Bu dəfə Türkün dili düşdü. Düşəcəyini düşünürəm və Türkün dili və əkinçini ortaq fərqli cəhətini sala bilərlər. Yəni buna diqqət edin, yazılma növünə və s. xüsusən diqqət edin. Hüseyn Cavidin ana əsəri həm anadan düşə bilər, həm iblisdən düşə bilər. Yəni amma anadan ehtimal böyükdür ki, anadan düşə bilər. Sonra İblisin özü mütləq oxunmalıdır, İblisin özü, çünki yəni iri həcmli əsərdir və düşməyi gözlənilir. Qoca və dəniz. Yəni bunun 100% düşəcəyini deyə bilərəm. Dəli Kür böyük həcmli əsərdə oxunmalıdır. Sonra Vaqif dramı. Vaqif dramının xüsusilə də əlavə edilmiş hissələrini oxuyun. Əgər tapa bilməsəniz, Telegramda səhv eləmirəmsə birlik timdə olmalıdır. Birlik tim yazsanız orada yəni əlavə edilmiş əsərlərin qeydləri çıxa bilər ya da hansısa bir kanala daxil olun. Azərbaycan Ədəbiyyat kanalına yazın ki, bəs əlavə edilmiş hissələri atsınlar. Sonra dağlar. Dağlar 1, dağlar 2. Bu qoşmaların hər birinə xüsusiyyətinə fikir verin ki, mövzuları nə haqqındadır. Yəni buradan da sual gözləyirəm. Qədim dövrdə məni candan usandırdı, sığmazam. Xüsusilə diqqət edin, yenə də bu ikisinin ortaq fərqli cəhətini və s. sala bilər. Yəni ki, işimizi bilək. Buradan da düşə bilər. Yəni qədim dövrdən sual. Qədim dövrdən ümumiyyətcə nəzəriyyə sualı düşəcəyini düşünürəm. Məsələn, filankəs nə janrda yazmışdı? Məsələn, Məsəti Gəncəvinin mövzuları, yazdığı şeylərin mövzusu nə idi? Bu tipli sual düşə bilər. Yəni yaradıcılıq qədim dövr və orta dövrdən gələ bilər hətta. Diqqət edin. Xətaidən də sual düşə bilər. Leyli Məcnundan sual düşə bilər. Yəni buna xüsusilə diqqət edin. Xətaidən də sual düşə bilər. Xətainin yaradıcılığından və Leyli Məcnundan da sual düşə bilər. Hara getdi o? Nəsə, Leyli Məcnundan da sual düşə bilər. Füzulinin Leyli Məcnunundan xüsusilə, yəni o hissələrə diqqət edin. Sonra Hikmətin fəziləti, buna da baxın. Yəni bunun da janrlarla bağlı və yaxud da ki bunun ümumiyyətcə təhlili ilə bağlı sual düşə bilər. Bomba,
oxuyun Haqverdiyevin Bomba əsəri. Çox qısa əsərdir, həqiqətən çox asandır həm də. Mütləq buna da baxın. Nurəddin də hər il düşür demək olar ki, yenə də baxın. Oqtay Eloğlu əlavə edilmiş hissələrlə birgə oxusanız yaxşı olar. Ümumiyyətcə, iri həcmli əsərlərdən düşəcəyini zənn edirəm. Biraz ədəbiyyatın çaşdırıcı olacağını düşünürəm ki, məncə digər fənlər asan, ədəbiyyat biraz çətin ola bilər. O səbəbdən dolayı da ədəbiyyata biraz diqqət edin və belə deyək, əsas mövzuların təkrarına xüsusi diqqət ayırın.